baş sponsor Unibank. Xüsusi sponsorlar Soundtride, Azərbaycanın kolası Buz Kola, Unimetal, Zera Olives, Sleepy by Hollywood. Şounun qaydaları. Fanatlar, qeyri-fanatlar və eləcə də adi insanlar tanınmış qonağımıza öz suallarını vermək üçün məkanımıza toplaşıblar. Əgər qonaq cavablarında səmimi olmasa, hər kəsin masasının hesabını ödəməli olacaq. Yox, əgər bütün suallarına səmimi cavab verərsə, onda bütün yeyib-içmək aparıcıların hesabına olacaq. Nuş olsun. Deyirəm, necə ki, hər şeyin öz vaxtı, öz yeri var, zarafatın da öz vaxtı, öz yeri var. Misal üçün, əgər bazar günü axşam saat 20:00-da Xəzər TV-yə baxırsınızsa, deməli, zarafat bir yana qarşınızdadır. Bəli. Daha doğrusu zarafatı bir yana qoymağın vaxtıdır. Eləsi nə eləmək lazımdır? Başlamaq var. Başlamaq. Bəli. Unibankın baş sponsorluğu ilə zarafat bir yana başladı. Vaxt elə bir şeydir ki, ondan yaxşı istifadə etmək lazımdır. Misal üçün, vaxtını elə adamla keçirməlisən ki, ondan faydalanasan, maraqlı məlumatlar öyrənəsən. Ay sabah biri mənlə oturub durursan, vaxtını keçirsən, məndən çox şey öyrəndin də qardaşım. Düz deyirsən, səninlə öyrəndiklərimi hamıya danışıram ki, onlar da bildiklərinin qədrini bilsinlər. Yaxşı, gəl onda biz keçək, əsil, öyrənməli, görüb götürməli insanı təqdim eləyək bizim bugünkü qonağımızı. Təqdim eləyək. Azərbaycan Tibb Universitetinin dosenti və fəlsəfə doktoru. Dəyərli ziyalımız Rəşid Mahmudov. Gördüm burada görünələr yaşıl bağlarda Gönlüm burada dincələr Xəzərin sahilində Ay Rəşid müəllim, xoş gəlmisiniz. Çox sağ olun, təşəkkür edirəm. Allah sizi qorusun. Nə yaxşı varsınız, çox sevinirəm ki, burada əsasən gənclərdir. Mənim gənclərə sözüm var və bəlkə də mən açıq deyirəm. Ən ürəyimdən keçən bir şeydir, yaşımın son vaxtlarında gənclərə bir məktub yazan. Gizlicə və onu saxlayan, haçansa mən öləndən sonra onu açsınlar gənclərə göstərsinlər. Allah sizə can sağlığı Allah sizi versin. qorusun. Buyurun. Ömür versin. Mən sizin qulunuza hazıram. Var olasınız. Sağ olun. Sözümüzü. Gəldiniz, vaxt ayırdınız bizə. Bəli. Borcunuzdur. Bugün danışacağıq, güləcəyik və əsas da Əsas da ki, əsas məsələ nədir? Bax, bu gördüyünüz gənclərin sizə sualları var. Onlar hərəsi bir-bir çıxacaq tribunaya, öz suallarını verəcək sizə. Öpdüm. Siz onlara cavab verəcəksiniz. Bəli. Əgər siz suala səmimi cavab versəz, Mən səmimi. həmişə kimi sizə göy işarələr qaldıracaqlar. Hər bir qonağın qabağında bu işarələrdən var. Əgər düşünsələr ki, Səhvdir, qırmızı. səhvdir, qırmızı, yəni qeyri-səmimidir, qırmızı. qırmızı da olsa hesabı mən bağlayacağam. Bəli. Mən bir şey deyim. İnanmıram qırmızılar olsun, amma olsa belə Qırmızı ola bilər, mənə qırmızı veriblər, sənə yox, mən bağlamalıyam onda. Qanun belə olmalıdır. siz yeganə qonaqsınız ki, qaydaları mən pozuram. Hesabı mən ödəyəcəm, Əli xan. Heç bir şey, aydındır. Baxın ürəkləndirim. Ürəklə sən də Vəssalam. Mən ürəyinə mən razıyam. 50-50-yə 2 qardaş. 50-50-yə. Hə. Yaxşı qardaşım. Bəli, bizim qara qutu var burada. Rəşidəm, qara qutu nədir? Bura gələn qonaqların onlara aid əşyam ola bilər, fotolar mı ola bilər? Həmin o qonaq bizdən incib, küsüb gedə də bilər, xoş da ola bilər. Və mən istəyirəm qara qutu gəlsin, bəli, gəlsin və axırda o qara qutunu mən açacağam. Sizə kimsə hədiyyə də göndərə bilər.
Sağ olsun. Hər şey ola bilər burada. Bəli, bu həyəcanlı qara qutu mənə kim kömək edəcək? Həmişə kimi. Buyuruz, xahiş edirəm, bunu heç kim göstərmir, qoyun ora. Salam, xoş gördük. Xoş geldiniz. Özünüzü zəhmət olmasa təqdim eləyərsiniz. Mən Ellada. Belə bir fikir bildirmisiniz ki, Elza Seycanın dəliliyi əlamətləri var. Van Goghun qulağını kəsdiyini, Salvador Dali'nin qarışqa yeyən saxladığını nəzərə alsaq, dəliliyin incəsənət üçün normal bir şey olduğunu deyə bilərik. Çox sağ ol, təşəkkür edirəm. Qulaq as qızım. Hələ neçə illər bundan qabaq bizim ən böyük müğənnimiz vardı, yadınıza gəlir. İlhamə Quliyevə gəlib mənəm, Əkrəm Əylislidir, bir professordur, bir də İlhamə Quliyevadır. İlhama gəldi, mən oturduğum kreslo var, mənim yerim idi həməşə orada oturmaq. Bu gəldi, oturdu, oturanda görür, yerləşmədi oraya. Çünki qabariti böyükdür. Axırı getdi, da oturdu. Oturan kimi mikrofonu aldı, hələ yeni də başlayıb zat. Dedi ki, Azərbaycanda musiqi yox idi, mən gəldim, mən musiqi yaratdım, mən xaricdə Azərbaycanı təmsil elədim, mən. Bax buyam, mən gözələm, mən primadonnayam. Gördüm Əkrəm Əylisli belə bir, dedim, mənə qaçda kirmişdir. Mən narahat olmadım. Dedim ki, hörmətli İlhamə xanım, qutardınız mı? Dedi, qutardım. İlhamə xanım, çox üzr istəyirəm. Elm sübut edir ki, kim özündən müştəbehsə, kim özünü başqasından üstün tutursa, kim özünə tənqidi yanaşmırsa, elm sübut edir ki, o dəlidir. Yox, mən dəli deyiləm. Dedim onu, vallahi məndən də, mənim də acığım tutur. O elmi avtomatı al əlinə, güllələ ginən 72 dənə zat güllə vurana qoy ölsün o elm. Seyid Cahan deyir ki, mən tarixi bir şəxsiyyətəm, məni kimisi yoxdur burada Azərbaycanda, nə bilim mən niyə yoxdur. Mən də deyirəm ki, kim özü tarixi şəxsiyyət hesab edirsə, onun şizofreniyanın manyakal forması var. Bir depressiv forması var, sakitcə durur. Ged o dəlxana qızım, orada deyir ki, mən Leninəm, mən Kapital əsərini yazan Plankəsəm, Marksam, nə bilim, oradan da yazıb bu qalında, ağzına gələn şey yazır. Qara qoyunun sözü dadlı olur. Orada Kapital əsər zad yazmır var. Yəni qızım, o da ağzını kimə şair adı veriblərsə, o bizim təqsirimiz, ziyanların təqsiridir. Çünki sən susursan, çünki sən demirsən yaxşını pisi, ayırt eləmirsən. Onu gərək rəşitməlim desin, qoy məni söysünlər, mənə çaqqal desinlər, əclaf desinlər, vicdansız desinlər. Mən bax istiyorum, açıldınca mən vuracam çənəni. Özün istədiyin kimi aparsan, get, öyümdə nə tərşinlaq atırsan at. Amma bura cəmiyyətdir, bura xalq var, burada insanlar var, söhbət var. Görsən mən danışanda necə əsəbləşirəm. Belə olmaz. Sahnələdi xanım. Bəli, təşəkkür. Baş sponsorumuz olan Unibank'ın sizə hədiyyəsi var. Zəhmət olmasa gətirin. Təqdim elə. Rəşid müəllim, xüsusi kartdır. Bunun içində kartdır. Qara, Black Edition. Nə üçündür bu? Bunun içində kart var, sizin adınıza olacaq və bütün pulları bura otuzdurub xərcləyə bilərsiniz. Mən istəyərdim ki, bu kartın özəlliklərinə sizə danışam. Buyuruz. Rəşid müəllim, əgər hava limanına rahat, komfortlu, çaylı, kofeli, Wi-Fi-lı getmək istəyirsinizsə, bu kart sizin üçündür. Çünki Mastercard World Elite və Mastercard Black Edition kartları ilə dünyanın 135-dən çox ölkəsində lounge key zallarına ödənişsiz giriş var. Həmçinin Fast Track xidməti növbə gözləməkdən sizi xilas eləyəcək. Pulsuz transfer xidməti isə sizi evdən hava limanından da otelə ödənişsiz aparacaq. Ən unikal xidmət isə konsiyerj xidmətidir. 7/24 sizin öz köməkçiniz var, amma maaşı Unibank onu ödəyəcək. Bütün bu üstünlüklərdən yararlanmaq üçün Unibank sizdən heç bir aylıq dövriyyə tələb etmir. Çünki Unibank sizin bankınızdır. Təşəkkürlər Unibank.
Mən Hənifə. Öncəliklə salam hər kəsə. Rəşid müəllim, xoş gəlmisiniz. Sağ ol. Mənim sualım belə olacaq ki, son vaxtlarda xüsusilə də bəzi müğənni xanımlar arasında estetik və plastik əməliyyata müraciət edən xanımların sayı artıb. Sizcə kişilərimiz qadınlarımızı bəyənmir deyə qadınlarımız özlərini dəyişdirməyə çalışır, yoxsa bu xanımlarımızın şəxsi seçimidir? Mən qısaca deyirəm, onlar əsasən Allahını tanımayanlar da qızım. Allah səni belə yaradıb, ey qızım. Nə üçün gəlirsən bu dünyaya? Mənim sizdən hamınıza bir sualım var. Kim der bu sualı? Bircə mən də bilərəm. Sevib, sevilmək üçün cahana gəldi. Sevmək təkcə qızı, qadını sevmək deyil. Məmləkəti sevmək var, ananı sevmək var, qardaş bacını sevmək var, dostu sevmək var, müəllimi sevmək var. Bəli. Bu dünyaya gəlibsən, sən bunların içində, hamısının içində sən ən çox sevilən adam olasan. Estetik insanlar formaya çox fikir verirlər. Burnun balaca olsun. Mən də istəmirəm, bu yox ki, mozuq buruna, bu nə deməyim, ağılsızdır qızım. O, Allah elə yaradıb ki, inanmırsan, ömrüm boyu mənim 88 yaşım var, fiziologiyadan dərs deyirəm mən. Çalışmışam ki, bir orqanın yerini dəyişdirim. Bircə hüceyrəni azaldım və ya çoxaldım yerində deyil. Mümkün deyil qızım. Allah orqanizmi o qədər mükəmməl yaradıbsa. Əgər bir hüceyrədə gedən prosesləri sən bilsən, onda Allahını tanıyacaqsın. Yəni qızım, insanlar burnunu balacalandırır, ölürlər özlərində. Görürsən nə qədər adam ölüb qızım onlar. Nə qədər insanlar pis günə qalıblar. Nə qədər adam qabırğasını çıxardı və nə bilim mən tənəffüsü zəifləyib, nə bilim mən onun əvəzinə Gələcəkdə xəstəliklər olur. xəstəliklər əmələ gəlir hamısı. Lazım deyil bunlar heç kəsə. Rəşid müəllim, yaxşı, bu qadınları başa düşdük. Bəs kişilər niyə eləyirlər? Hər şalvar geyinən kişiyə kişi demirəm mən. O kişilər ki, burasını düzəltdirir qadın kimi, elə qadındır ki, qadın. Onu da biləsiniz ki, özündən asılı olmayan şeylər var. Kişilərdə də qadın hormonları var, qadın kimi hərəkət eləyənlər və belə qırmızı yanar var. Kişilərdə qadın hormonu var, qadınlarda da kişi olur. Kişi kimi özünü aparan qadınlar var, ona deyirlər xoruz tükəzban, buna bax, nətər daha. Sizcə bu kişilər özünü yumuşaq aparanda estrogen çoxluğuna görədir? Bəni, yalnız və yalnız. İnanmırsan, qarında ölsün. Nəyi? Necat dodağını bu yaxınlarda belə böyütmək istəyir. Əlifan, sənə ayıb olsun. Olsun. Hə. Mən Yox, kişilərdə də var. Sən haraba əməliyyat eləmirsən. Qaşlarını da artdırırlar, nə bilim dodaqlarını böyüdürlər, burnun balacalıqdır. Kişilərdə nədir Doğrudan məsələ? eşitmədim. Kişilər var ki, Müğənnilər də tanıyırıq. Kişi müğənnilər. aktyorlar da var, müğənnilər də var. Tövsiyə. İnciməyin, onlara mən kişi demirəm. Bu bitdi. Vəssalam. Salam, xoş gördük hər birinizi. Çox gördük. sevindim sizi görməyimə. Rəşid müəllim, el dilində belə bir söz var, boğazda artıq ət olur. Xüsusilə uşaqlar tez-tez xəstələnəndə o artıq ət kəsilib atılır. Bəs sizcə kəsilib atılmalı olan, musiqimizi xəstələndirən artıq ətlər kimlərdir? Xəstələnən musiqimizin təqsirkarı biz və gənclərimizdir. İnsanların zövqü tamamilə dəyişib. Bizim artistlər elə bilir ki, oxumaq bərk qışqırmaqdan ibarətdir. Elə deyil. O qədər gözəl məlahətli səs var ki, ondan oxumaqdır. Musiqinin milləti olmur. Rusun bir Galinka var, Galinka, yadınıza gəlirmi? Belə bir musiqisi vardı. Dünya onu çalıb çağırırdı. Arşın malalarımıza baxın, gelin dünya onu belə bir yeç sayırdı. Bizim çox musiqilərimiz üstündür qızım. Amma arada zəif musiqilər də var. Şairlərin də zəif nələri var? Şeirləri var. Şeirləri var. Onlardan birini həmişə mən deyirəm. Nə şeirdir? Mənim millətimiz tənbəlliyi aparır. Samavarı alışdırın. Maşa gətir, qarışdırın. Maşa samavarın içinə girənməz, qarışdıra da bilməz. Mən yarımdan küsmüşəm, məni də barışdırın. Və sən nə inəyirsən, hə? Bunun hamısını mən görürəmsə, sən kimə lazımsan? Bütün bu insanlar hamısı bir şeyə qulluq eləməlidir, mədəniyyətə. Mədəniyyəti yox ha, mədəniyyəti. Bunun bir niyyəti yox ha, mədəniyyətə. Onun üçün də bizim xalqımız çox böyük xalqdır. Bizim musiqimiz davam eləyəcək, qorxmayın. Qorxmayın, qorxmayın. Rəşid müəllim, yəni bizim o səviyyəli musiqilərimiz qayıdacaq da deyirsiniz. Əlbəttə, sizinlə Belə olmayacaq, Yox, belə belə ola qalmayacaq. bilməz. Bizim musiqimizdən yoxdur dünyada olur. Mən deyirəm, bəlkə bu bayağı
mahnıların bu qədər olmağı bilirsiniz nəyə xidmət eləyir? Yaxşı mahnıların qədrini bilməyin. Bəli, yaman dedi. Ha, o da var. O da var. Qane elədi. Bəli, Qanədə çox sağ olun. Verilişimizin bu yerində xüsusi sponsorumuz olan Soundrite haqqında danışmaq istəyərdim. Gəlin sizə risksiz, etibarlı, stabil qazancı olan bir biznesdən danışaq. Əziz sahibkarlar, əgər iş rejiminiz sizi qane etmirsə, gəlirinizi riskə atmaq istəmirsinizsə, sizi Yangonun rəsmi partnyoru olan Soundrite şirkətinə dəvət edirik. Taksi sertifikatı olan avtomobillərinizi Soundrite şirkətinə həvalə edin. Sizin üçün etibarlı, sertifikatlı sürücülər təyin etsinlər. Biznesinizi rahat şəkildə idarə eləyin və bütün gəlirlərinizi 7-24 balansa köçürün. Soundrite'a yeni qoşulan sürücülər isə 300 manat bonus əldə eləyəcək. Təşəkkürlər Soundrite. Siz bir mahnı ilə bağlı fikir bildirmişdiniz ki, bu mahnının sözləri insanları tənbəlləşdirir. Bəli. Biz sizə istəyərdik mahnı qoşaq, siz ona qulaq asasınız və hər mahnıya uyğun fikir bildirəsiniz. Qoşun deyim. Qoşaq. Bəli. Onda başlayaq birinci mahnıdan. Şəbnəm Tovuzlu xəstəyəm. 79 milyon dinləmə var. 79 milyon. Yandı bağrım kömür kimi, bir vəfasız ömür kimi. Çox gözəl şeir, gözəldir. Onu hamı qulaq asır. Əvvəl-axır deyir, buradan köçəcək. Ona görə hamı baxır, düz edir. Sözləri xoşunuza gəldi? Sözləri də xoşdur, yox, xoşdur. Həqiqəti söylüyor da, orada yalan şey yoxdur. Bəli. Digər də səs də gözəldir. Səs də gözəl. Tovuzlu'nun özü də qəşəngdir. Ha. Bəli, bizim dostumuzdur. Bəs yaxşı, bu 79 milyon izlənib. Yəni bu 79 milyon kimdir? Kimlərdir? 7 min olar. 7 milyon olar. 79 olmaz. Mənə də düz O yoxdur. YouTube-un göstəricisidir. 79 Onda milyon baxış. Onda Qulaq. YouTube da səhv eləyir. Ola bilməz elə şey. YouTube da səhv eləyir. Bəli. Niyə ola bilməz? Ola bilməz. Ya Şəbnəm xanım Yalan da sevənləri- şəhər ki, sevmən hər şey yox. Yox, sizin də baxışlar çoxdur ya. Nə qədərdir? Milyon yarım. Bəli. Nə oldu o 79 oldu mənim kimi görünüyor. Biz odur da, biz onu soruşuruq ki, Bizi niyə? yandıran odur. Ha, yandırmasın. Yandırmasın. Boş şeydir olar. Yandırmasın, O yalandır. Növbəti mahnıya keçək. Arzu xanım getməyənin. Bəli. Getməyənindir mahnının adı. Çox deyirdin gedəcəm getməyənin, indi tərk etməyənin. Deyir, çox deyirdin gedəcəm, getməyənin. Söyüş də. Məncə də ora Dalı bağlı. ora gəlir də. Ora gəl. Getməyənin Hara belə-belə. gedəcək? Kim idi gedən? Kimsə getmək Arzu istəyir. xanım oxuyur, deyir ki, getməyənin. Hara? Getməyənin. Yəni də səni atıb gedirəm. Məni tərk etməyənin, getməyənin. Məncə maraqlı deyil hara. Daha vacibdir ki, getməyənin nə? Getməyənin nə? Nə kimi Plan şey olsun, Hə, nə? nə olsun? Ora kimi də mahnı gəlib çatdırmır. Nə düşünürsüz bu musiqi haqqında? Mən musiqinin gözəldir həm də, oxuyan da yaxşı oxuyur. Yəni insanlar elə gedəcəm deyir, gedir, heç nə getmir, nə də daha da Hə, yəqin o çox deyib gedirəm. Bu da axı getməyənin. Bu da gözü ki, getməyənin. belə olsun. Hə, belə olsun. Ona görə də ona hamı qulaq asır. Aygün Kazımova Sos. Bütün gün stressdə bir yandan, show biznesdə bir yandan, SOS. Morz əlifbası ilə SOS. Bilirsən nə tərdə oğul? Tarkana qulaq assam, Bəli, bəli. Bəli, bəli, düz əlbəttə. o tip mahnıdır, fikir versənmi? Həm bu rəqs Ritim, eləmək, pop bəli, gedir də. bəli. Həm ritmləndir, həm oynamaq olar buna, həm də oxumaq olar buna. Həm də adamın ovqatını yaxşılaşdırır ona görə. Pressa bir yandan, show biznes bir yandan. Hərəsi bir yan. Hərəsi bir yandan. Bəli. Növbəti mahnıya Hər keçək. yatırlar. Vəfa Şərifova uzaqlaşmaq istədim. Bir ara səndən uzaqlaşmaq istədim, yavaş-yavaş kənarlaşmaq istədim. Əlini tutub qucaqlaşmaq istədim. Qucaqlaşma, Hə, orada deyir də, deyir. uzaqlaşmaq yoxsa Həm qucaqlaşmaq? uzaqlaşmaq istədim, sonra gördüm alınmır, qucaqlaşmaq istədim. Ona mazaqlaşmaq deyirlər. Nə deyirlər? Hə, ona bilmirəm. Nə düşünürsüz bu mahnı haqqında? Onları cavanlardan sorur. Cavanlardan kiməsə göstərin, onun fikrini öyrənək. Kimi düşünürsüz? Buyurun Bu xanım. mahnıya sizin fikriniz. Yəni qulaq asırsınız mahnıya? Görüb uzaqlaşa bilmir, məcburiyyətdə qucaqlaşır. Qucaqlaşır. Bu mahnılara qulaq asırsan, belə mahnılara. Belə mahnılara qulaq asmıram. Daha çox biraz başqa cürdür mənim mahnılar. Necədir qardaşım sən? Cəzadır. Necə? Xarici mahnılar deyək.
Hə, repə qulaq asırsan. Bəli. Cəza. Bir də Cəza rep verir. deyə bilərsən biraz. Yox. Deyə bilmirsən. Xeyr. Başqa. Burada türk müğənnimiz var bizim, illərdir hamının sevilmisi. Çelik. Onun balaca qardaşı buradadır. Xahiş edirəm, ikinci dəfə də qonaq gəlir. Dur ayağa qardaş sənə. Almışlar. Bəli. Çelik qardaş necədir? Yaxşıdır, çox sağ olun. Yaxşıdır. Salamatçılıqdır onda. Salamlarımı söyləyərsən. Çox sağ olun, sizə də salam var. Vəfa xanımın mahnılarına qulaq asırsan? Xeyr. Niyə? Mənim zövqümə xitab eləmir. Sizin zövqünüz hansı mahnılardır? Mənim zövqüm Çelik Höşlərin qardaşıdır bu. daha çox xarici Amerikan popu, Avropa popu bu tip mahnılardır. Siz Mən qulaq asmıram. qulaq asmırsınız. Vəfa xanıma kim qulaq asır burada? Siz. Xoşunuza gəlir də? Yox, hə ya yox? Azərbaycan mahnıları qulaq asır. Necə? Salam, axşamınız xeyir. Azərbaycan mahnılarına qulaq asıram. Ay Vəfa xanıma da qulaq. Bəli. Çox sağ qardaş. Əsəbləşmə. Vurmaq istəyirsən məni? Hə, əyləş. Çox sağ ol. Ən ideal yaş qız üçün və oğlan üçün Ailə qurmağa. ailə qurmağa. Hansı yaş ən ideal yaşdır? Mən sizə deyim. Yaş, evlilik üçün. Qızlarda evlənmək üçün kabusnamədə 21-23 qadınlar deyib, əslində mən onu demirəm. 23-25 qadınlardır. 23-25. Amma oğlanlarsa 25-27 yaşında evlənməlidir. Neçə yaşında ailə qurmusunuz? Mən 33 yaşında ailə qurmuşam. 33. Denən Hə, niyə? gözəl yaşdır. Biz böyük bir ailə idik oğlum. Bir babam, bir nənəm, bir bibim var idi, hələrə getməmişdi, cavan idi. Atam, anam, 6 da uşaq. 11 külfət idi o ailədə. Çox kasıb. Siz nə bilirsiniz? Siz nə görmüşsünüz qızım? 1938-ci ildə anadan olmuşam. Bütün 2-ci Dünya müharibəsinin hamısını gözümlə görmüşəm. Kəndimizdə necə ağlaşmalar qurulurdu, necə insanlar ölüb gəlir, qara kağızı gəldi deyib. Mən demişəm, nəyin bahsını olsun, bu qardaş bacılarımın hamısını oxudub və institutda qoyub, ondan sonra bəlkə mən heç şey bilənmədim, mən jertvə gedirəm ailədə. Hə. Mən həqiqətən evləndim. Axırı gördüm ki, yox, sağ olsunlar. Bunlar hamısının üstə girdi. Ondan sonra mən evləndim. Allah. Qorxma qardaşım, qorxma. Bu qorxur bu uşaq. Sual verən qardaş. Deyir, yod kletka eləmək xeyirdir. O da xeyirdir, amma o yod deyil. O kalium yodat idi. Hə. Kalium. Ağ olur da kalium, düzdür? Yox, kalium yodat narıncı rəngdə yod görmürsən, yod rəngi. Yod təmiz yod o. Təmiz yod rəngsiz, qoxusuz, iyisiz, dadsız qazdır. Onu məhəll halına salırsaq olur. Bəs onu apteklərdən almaq olar mı? Hər yerdə olur. Hər yerdə var. Mərədən mən taparam. Rəşid müəllim, zeytunun faydaları haqqında nə deyə bilərsiniz? Zeytun qədər faydalı bitki çətindir. İnsan həyatını uzadan və sağlamlaşdıran amillərdən biridir. Onun biri də zeytundur. Zeytun yağınla siz öd daşı xəstəliyini müalicə edə bilərsiniz. Bax, bu öd hissəsisə, bu öd axacağıdır. Öd axacağından yalnız buğdadan böyük heç nə keçə bilməz. Əgər 1 santimetrsə 10 millimetrdir. Keçə bilərim buradan? Qətiyyən yox. Amma onun yarısını sən əridə bilərsən. Nəyi? Kalsiyumunu. Nə ilə? Kalsiyum ammoniumu çıxarda bilir. Ammonium sitrat verirlər. Ursofal, ursobil verirlər, oğul, onu içir 3 ay altı. O gedir kalsiyumu əridir. Bax, burada kalsiyum tuzuydu. İndi kalsiyum, ammoniumu çıxartdı, kalsiyum sitrat maye daxil. O oradakı tuzları əritdi, 1 santimetr daş, yarım santimetr oldu. Özdə nə? Zeytun yağı genəldir onu. Rəşid müəllim, zeytun haqqında bu qədər məlumat verən olmamışdı və bizim xüsusi sponsorumuz Zirə Olives. Zəhmət olmasa səbəti gətirin. Bütün zeytuna aid nə varsa hər şey var o səbətdə. Allah qorusun. Bu bizim Onlar onu eləsələr də çox sağ olsunlar. Bunlar hamısı sizindir. Hamısı sizindir. Burada zeytunun mürəbbəsi var.
Zirədə istehsal olunur, yerli, Ay maşallah, dolma, Azərbaycanın. Azərbaycanın Bəli, Zirə bəli. Olives. Zirə Olives zeytun zavodu ölkəmizdə yetişən zeytunlardan tam təbii və qatqısız məhsullar hazırlayır. Bağlara göstərilən təbii qulluqdan başlayaraq, zavodda son texnologiyalarla yüksək keyfiyyət standartlarına uyğun istehsal aparılır. Zirə Olives zeytun zavodu tam təbii və qatqısız şəkildə zeytun yağları, qara və yaşıl zeytun turşuları, qara və yaşıl zeytun əzmələri, ədviyyatlı zeytunlar, zeytun mürəbbələri, içlikli yaşıl zeytunlar, badam, limon və qırmızı biberlə doldurulmuş çeşidlər yer alır. Zirə Olives həm çeşid zənginliyi, həm təbii tərkibi ilə, həm də yüksək keyfiyyəti ilə çox seçilir. Təşəkkürlər Zirə Olives. Adınız nədir? Mirzahid. Mirzahid. Xoş gəlmisən qardaşım. Hoş gördük. Baxan kimi bilir ki, yodu var bunun. Bəli. Ha, buna yoda ehtiyacı yoxdur. Xoş gəlmisən. Buyur qardaşım. Demisiniz ki, insan beyninin neyonlarının oturuşması üçün 30 il vaxt lazımdır. 30 yaşdan aşağısansa deməli hələ ağlın yoxdur. Bəs necə olur ki, 15-ci əsrdə Jeanne d'Arc 17 yaşında Fransa ordusuna başçılıq edir və müasir dövrümüzdə Mark Zuckerberg 23 yaşında Facebooku yaradır. Onlara ağılsız demək olar? Yox, siz səhv başa düşmüsünüz mən. Demədim ağılsızdır. Ağlın 100% olması üçün beyində, bax qulaq asa ol. Tam belə formalaşma, beyində o sinirin üzərində miyelin qışana əmələ gətirən yox. 30 yaşında tam formalaşır insan olur. 30 yaşında tam neçə yaşın var? 35. Ha, sən keçmişsin. 30 yaşdan aşağı kimin yaşı var? Deyim ağıl neçə faizdirsə. 30 yaşdan aşağı adam var mı? Neçədir? Oğul, sənin ağlın 47%, hələ 50% də, yarı faizi də satır. Mən birdən acığım törəşdi, bəlim elm deyir bunu, mən neytə qadın alım. Uşaq 4 yaşına qədər tam somatik sistemi sinir üzərində miyelin əmələ gəlir. Ne üçün 30 yaşında adam ağıllanır? Mən sizə sual verirəm, niyə ceyranın balası, atın balası anadan olandan sonra olan kimi qalxır, yıxılır, sonra balası başlayır qaçmağa. Yeryüzünün əşrəfi olan insan otura da bilmir. Yod yeganə yoddur ki, bizim təkcə bizdə deyil, dünyada yaşayan insanların 1/3 yoddan əziyyət çəkir. Çatışmamazlığından. Bəli. Nədir yod? Yod bədənə düşən kimi, burada qalxana bənzər vəziyyət tiroksin əmələ gətirir. O tiroksinin 95%-i globulinlə birləşir. Globulinlə birləşir, əmələ gətirir tiroglobulin. Yəni, əgər tiroksin az olarsa, onda birləşəmə globulin az qaldı, bütün oraları, toxmaların arasına yığıldı və üzün şişdi belə oldu. Ona müksədiyema deyirlər, sulu şiş. Elə bilsən köydür, qadın var zadı buraya başlayaq sallanır, əzələsi buraya başlayaq. Amma şişdir. Amma şiş diyor. Xəstəlik Köklü deyil. Bu yoddan niyə danışıram mən? Mənim xalqım, bu yodu normal, inanın ki deyirəm, gündə 4 damcıdır, için onu, qurban olum sizə. Mənim xalqım, bu vətəndə yaşayan, 11 iqlimdən 9'u burada olan, bütün vitaminlərin əsası Azərbaycanda bitən, and olsun Allaha, ən böyük kəşflər Azərbaycanda olur. Bax, o ceyranın balası, o yod torpaqda olur, bir də suda olur oğul. O torpağa günəş şüası düşən kimi o yod buxarlanır. Nəfəs alır belə. Danışın. Alo. Salam, kimdir? Aya Yeganə xanım, bağışla sənə, başqa yerdəyəm. Sonra zəngiləşərim. Deməli, nəyi danışırdım? Gün şüası Ceyranın balası. Bax, o şüa düşən kimi o yod buxarlanır. Buxarlanır, bu nəfəs alır. Nəfəs alanda birinci insanın da və canlıların soması, somatik sistemi. Bax, bu az doğul. Burada 50 milyard hər adamda heç kəsə nə artıq, nə əksik verilmir. Hamının ağlı, yəni neyronun sayı eynidir. 50 milyarddır. Sən məndən artıq deyirsən, mən də səndən artıq deyirəm. Bəli. Heç kəsdən artıq ola bilməz. Allah elə yaradı. Amma bu neyronların üzəri anadan olanda hamısının üzəri bax belə miyelin qışa yoxdur hələ. Amma somatik siniri 4 yaşında tamamilə sinirlərin üzəri miyeli örtüləcək. Komandir də ola bilər. Adamın beyni bilirsən oğul. Beyni bilməyən adam oğul. Ruhu qananmaz,
nə beyni bilməyən adam danışmağa haqqı yoxdur o barədə. Bax, bu sinir sistemi elə bir şeydir ki, oğlum, ağılda, hərəkətdə, hamısı onlarda. Beyində yalan danışma mərkəzi var. Doğru danışma mərkəzi var. Coğrafiya mərkəzi var. Tarix mərkəzi var. Matematika mərkəzi var. Musiqi mərkəzi var. Bir dənə pul mərkəzi yoxdur. Azərbaycanlarda çox da olsun. Yekə bir sahəni tutur. Bircə qadınlarda hipokamp var. Hipokampda yaddaş mərkəzi doğul. Bu elmdir oğul. Elmdən kənarda heç nə yoxdur. Allah bunu belə buyurur. Sən nə işlə məşğulsan? Xanəndəlik, bir də aktyorluq. Oy maşallah. Neçə yaşın var? 19. O sənki 42%. 38% verək. Fikrət Əmirovun bəstəsi olan Kör Rəbb mahnısı. Olsun. Nə gözəl. Bizim daha bəstəkarımız. Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı, nə xəlq olaydı, nə xaliq, nə belə xilqət olaydı, nə dərd olaydı, nə dərman, nə sur olaydı, nə matəm, nə aşiyanə-i vüslən, nə belə firqət olaydı. Sevməkdən danışdıq. Məmləkəti sevməkdən, vətəni, ananı, dostu və bizim də sevimli sponsorumuz var burada. Xüsusi sponsorumuz, öz məhsulumuz, yerli məhsulumuz. Bizim gözəl bölgəmiz olan Naxçıvanın dağlarının suyundan hazırlanan milli kolamız buradadır. Buz kola. Xahiş edirəm alqışlayaq. Sana hiç gerek değil. Gel kaytar eşkimi. O soğuk bir çiçek değil. Bir benim eşkimi. O sana hiç gerek değil. Gel kaytar eşkimi. O soğuk bir çiçek değil. Bu bizim milli kolamızdır. O nə gözəl. Bəli. Buz koladır. Naxçıvanın dağlarının Yaxşıdır, suyundan, yoxsa? bəli, suyundan hazırlanır. Bir dənə Şəkəri də stəkan çox zəhmət azdır. olmasa. Stəkan zəhmət olmasa verin. Doğrudan mən birinci dəfə görürəm ki. Zəhmət olmasa bir dənə üçün onun dadına baxın. Çox xahiş edirəm. Düzdür, biz uşaqlıqdan kola falan içmişik də, amma Naxçıvanın suyundan. Hə, qardaş, xoş gəlmisən. Salam, axşamınız xeyir olsun. Xoş gördük. Xoş gördük. Sualım belədir. Siz də meyxanaçıların lüks həyatı, lüks avtomobillərini göstərməyin, gənclərin meyxanada qazanc olmasına sövq etmir, gənclərin orada qazanc görüb, oraya yönlənməli necə bir tendensiyadır? Oğul, əvvəla bilərsən ki, yenə də mən burada davaya səbəb olacağam. Meyxanaçı ədəbiyyatda göstərilmir. Ruslarda çastuşka var, ha, necə qadınlar. Bizdə də meyxana elə olmalıdır. Bu ədəbiyyat hesab olunmur. Amma çox adam elə bilir ki, bu ədəbiyyatdır, şeiriyyatdır, nə bilim, ay can alan canla işin olmasın, nə bilim, filan kəslə işin olmasın. Bunlar şeiriyyat deyil, oğul. Gözəl meyxanaçı da var, gözəl deyənlər də var. Ələqa Vahid böyük dahi idi, oğul. Onlar, oğul, təkcə meyxana demirdi, o qəzəl çox yazırdı, çox böyük insan idi. Və bizim meyxanaçılardan da qəzəl yazanlar varsa, düzgün varsa, nə olar insandır geçsin. Oğul, mən sənə bir şey deyim, yaşam forması var həyatda. Mən gənclərimizi qınamıram. Rəşid müəllim, siz vurğuladınız ki, qəzəllər. Bəli. Allah rəhmət eləsin, Vüqar Biləcərli var idi. Bəli, bəli. Qəzəllər yazırdı. Bəli, yazırdı. Bəli, yəni, bəli. Mən hamısını demədim ki. Qane elədi. Çox sağ olun, minnətdaram. Sağ olun. Çox sağ olun.
Rəşid müəllim, mən bu verilişə gəlmək istəyirdim. Ötən buraxılışlara baxanda bayağı musiqi və bayağı müğənni ifadəsinə rast gəldim. Misal çəkərək deyə bilərsiniz, bayağı nə deməkdir? Hansı müğənnilərə və mahnılara aiddir? Mən müğənnilərin, bayağı müğənnilərə qulaq asmıram. Maral, maral, ay maral. Müğənni, qızım, bayağı budur. Bayağı ona bozbaş müğənnilər də deyirlər, bozbaş mahnılar da deyirlər. Deyilməlidir də, onlar ayrılmalıdır və yaxşı şeirdən, bax görürsən, şeirinə görə qulaq asılır. Mən gedəcəyəm, ayrılıram, nə bilim. Bəli, amma ayrı-ayrı mən onların heç birini yadımda saxlamıram. Mən özdəki, indiki müğənnilərin çoxuna qulaq asamıram. Rəşid müəllim, kimə qulaq asırsınız? Bax, hal-hazırda müasir müğənnilərdən. Müğənnilərdən cavanlardan. Çoxuna qulaq asıram. Yaxşı oxuyanlarımız var, yaxşı musiqi çalanlarımız var. Mən sazı çox sevirəm, aşıq havalarını yaxşı çalanlar var, onu çox sevirəm. Aşıqlardan kimi sevirsiniz? Bu dəqiqə hal-hazırda. Hamısını demək olar ki. Hamısı da, harada görsəm də pulum olsa hər 50 manat verirəm onlara. Onlarla yaşayıram, sazla yaşayıram. Qanunla aktyorlardır, aşıqlardır, müğənnilərdir, onları xalq yaşatmalıdır. Onlara 10.000 manat yox, 8.000 manata getmək əvəzlə, o varlı adamlara qoy getsinlər, onlar da pulunu xərcləsin. Qanun elədi can. Bəli. Elədi, sağ olun. Və mən istərdim ki, verilişimizin bu anında bizim xüsusi sponsorumuz olan Unimetal haqqında danışım. Buyur. Unimetal Qafqazda boyalı rulon istehsal edən yeganə zavoddur. Burada istehsal yüksək keyfiyyət və dəqiq ölçü üzərində qurulub. Bütün proseslər standartlara uyğun, güclü və stabil istehsal xətti ilə aparılır. Müasir texnologiyalar yerli istehsalla birləşir və nəticədə etibarlı məhsul alınır. Unimetalda hər şey ölçülüdür, nəzarətlidir və uzun ömürlüdür. Məhz buna görə məhsullar 20 il zəmanətlə təqdim olunur. Unimetalla dam örtüyünüz yalnız güvənli deyil, həm də dəbil olsun. Təşəkkürlər Unimetal. Salam Rəşid bəy, xoş gəlmisiniz. Sağ olun. Mənim adım Səbinədir. Siz cəmiyyətdə çox sayılıb seçilən insanlardan birisiniz. Xalq sizə inanır və dediklərinizi bir mənalı olaraq qəbul edir. Nə əcəb arağı reklam eləmisiniz? Arağı? Qulaq asın deyim, çox maraqlı sualdır. Çox doğrudan da yerinə düşdü bu. Əfsus ki, 1828-ci ildən bəri Rusiyanın təsiri altında yaşamışıq biz 200 ildən çox və onlardan bərabər araq içməyə başladı. Bizim bəlkə 45, 50, bəlkə də 60% insanlarımız araq içirlər. Bütün bunları nəzərə alaraq, mən bir həkim kimi qeyd elədim ki, əziz insanlar, araqlar da nə kökdədir, harada padvallarda buraxırlar, and olsun Allaha, bilinmir hansı spirtdir. Onda çoxlu miqdarda zəhərli maddələr var. Siz onu bilmirsiniz. O zəhərli maddə büyün biraz içdi, qaraciyərini burada zədələdi. Orada ürəyini zədələdi. Orada nə bilim mən beynini zədələdi. Belə-belə amma adam öldü. Qaraciyər sirrozundan öldü. Xəstəlik qaraciyər sirrozudur. Heç kəs demir araq öldürdü. Əziz insanlar, araq içməyin. Amma içirsən təmiz iç. Mən bunu da reklam eləmişəm qızım. Amma onların hamısını qaralayıblar. Rəşid müəllim deyir, arağı reklam. Yəni keyfiyyətli araq olanda içmək olar? Niyə olmur ki? Qidadır, niyə olmur? Qidadır. Amma yəni nə? Hansını? Bilmirəm, mən deyirəm ki, mənim bir sözüm var. Oğul, içməyin, içirsinizsə, çox xahiş edirəm normal araq için, normal çaxır için. Az miqdarda için. Az miqdarda. Bax, mənim araq haqqında dediyim söz bu olub, onun içindən seçiblər, arağı sən. İndi onların biabır eləmişəm mən də, yaxşı ki, elə burada da sual verir. Anladınız qızım məndəni? Çox sağ olun. Və istərdim bizim xüsusi sponsorumuz Slip haqqında məlumat verin və Slip'nin sizə bir hədiyyəsi var. Buyursun, sağ olun. Rəşid müəllim, bu da sizindir. Sağ olun, təşəkkür. Bundan hər yerdə istifadə edə bilərsiniz. Evdə, maşında, daha çox restoranlarda istifadə edirlər bizim. Elə bizim ev restoran kimi şeydir. Doğrudan, maşallah. Qohum əqrəbə hamısı bizdədir. Bu salfetdir. Vağzalıq şürdür, elə düz göndər. Slip'nin yaş salfetləridir, çox keyfiyyətlidir. Mən də istifadə edirəm, bu sizindir. Sağ ol, təşəkkür. Buyurun, sağ olun. Verilişimizin ən həyəcanlı anıdır. Verilişimizin əvvəlində bir qara qutu var idi. Yadınızda idi demişdik. Bəli.
Görək bu qara görək onun qutuda içində nə var? nə var? Mənim köməkçim xahiş edirəm gəlin bura. Biz ikimiz baxaq buna. Sizə nədir? Mən fala baxan deyiləm, bilənmərəm mən ola. Sadəcə fərziyyə. Deyənmərəm. Məncə bu doğrudan da alqışa layiq bir əşya deməzdim. Burada resept kağızlarıdır. Alqışlayaq. Bəli. Çox sağ ol. Xahiş edirəm, o bayağı oxuyan müğənnilərimiz var ha. Onlara bir resept yazın. Bəli, bax burada çoxdur. Resept yazarsınız, biz də aparıb verərik onlara ki, bu dərmanlardan qəbul eləsinlər, bir daha bayağı elə mahnılar oxumasınlar. Və istərdim bizim bu gözəl məkana öz təşəkkürümüzü bildirək. Gözəl təamlara görə, bu süfrəyə görə, Irish Pub, Bay Hollywood'a öz təşəkkürümüzü bildirək. Sağ olsunlar. Rəşid müəllim, çox sağ olun ki, gəldiniz. Sağ olun, təşəkkür. Vallahi vaxt ayırdınız bizə. Düşünürəm ki, gənclərə çox faydalı məlumatlar ötürdünüz. Hesabı təbii ki, biz adətən səmimiyyət faizini ölçürük. Ölçməyək, ehtiyac yoxdur səmimiyyət faizinə və mən istəyərdim ki, bütün masaların hesabını özüm bağlayım, icazənizlə. Yox, Əlixan, yalandan danışma. Yalandan sən danışsan, bayaq siz dediniz, insanın beynində yalan nəyi var? mərkəzi var. Mərkəzi var. Qadınlarda o daha Sən böyüdür. bu dəqiqə o mərkəzdəsən. Mən də təşəkkür edirəm. Allah sizi qorusun. Mən fəxr edirəm hər birinizlə. Nə yaxşı ki, sizlər varsınız. Nə yaxşı ki, sizlə bir yerdə, bir dövrdə yaşayırıq bizlər. Bir nəfəs alırıq. Bakımızı sevin, vətənimizi sevin, xalqımızı sevin, dövlətimizi sevin. Bəli. Məmləkətimizi sevin. Məmləkətimizi sevin. Əlixan deyir hesabı mən verirəm. Əlixan, buyur. Gətirin. Gəlsin bizim Unibankın post terminalı. Post terminalımız gəlir, Unibankın post terminalı. Əlixan. Hesaba baxmadan bir toxunuş. Ödə qardaşım. Bu qədər ürəklidir. Səndə heç vaxt belə şey olmur. Baxmıram. Bu bir dəfə də olsun, əlini cibində salıb hesab ödəməyib. Biz oturanda artıq yeməyə yəni Pulu çay var mı, içəndə. yoxmu? Var, narahat olma. Rəşid müəllimə verəysən bunu yoxsa? Bəli. Səhər görə eləyəcəkdim. Yaxşı qardaşım. Allah. Əlixan hesab ödədi. Bəli. Sağ olsun Əlixan. Sağ ol Əlixan. Hə dostlar, biz sizinlə sağollaşmırıq hələlik deyirik. Çünki növbəti həftə bəli görüşürük və bizim doğrudan çox maraqlı bir qonağımız olacaq. Ad çəkməyək, qoy maraqlı olsun. İntizarda olasınız, gözləyəsiniz. Çox sağ olun, var olun ki gəldiniz. Təşəkkürlər sizə. Sağ olun, təşəkkürlər. Bir daha təşəkkürlər. Hələlik, gələn həftə görüşənə dək. Nə etdim ki, bu yalan həyatı heç nəyə baxmayaraq yenə də sevirəm. Kim boş olsa da, yalan danışsam da, mən heç səni duyularda tərk etmərəm.